Baxın. Oha, ya belə bir şans yoxdur, Qur'ana and olsun. Salam, biz iki qardaş kanalının sahibləri. Sizi buradan salamlayırıq, amma hardan mikrorayondan. Mikrorayon da nə deməkdir uşaqlar? Yəni mikrorayon, balaca rayon. Bu son zamanlar Azərbaycanın, nəinki son zamanlar, ümumiyyətlə Azərbaycanın ən çox müzakirə olunan, ən çox izlənən və ən çox sevilən seriallarından biri olan mikrorayonun çəkiliş olduğu yerlərdə kadrlar göstərəcəyik, haralarda çəkilir. Video dəfində sizə məlumatlar da verəcəyik. İnanmayacaqsınız, amma bir təsadüfə baxın, biz mikrorayon belə deyim də, bizim qalımız qəsəbə çəkilib. Çox gözəl qəsəbədir, yəni demək ehtiyac yoxdur. Bir tərəfi dağlıqdır, bir tərəfi dənizli idi. Dənizində limanı var, indi Nopalmasada çox qəşəngdir, sakitdir. İçində saysız hesabsız parkları. Çox gözəl bir yerdir, çox gözəl bir yerdir və bu məkanın adı Qaç şəhər Qaradağ rayonu sahil qəsəbəsidir. Bu video mən inanıram çox maraqlı video olacaq və partlayacaq. Əvvəlcədən sizdən bir xahişim var ki, abunə olmayanlar abunə olub bizi sevindirə bilər. Bir də ki, bu videoya like atıb, xoş yorumlar yazın ki, bunun kimi maraqlı videolar çox gəlsin. Bir də mənzərə çək, düz günəş var. Bura günəşlidir. Bura dağlıq tərəfidir. İndi isə bir də bir tərəf dağlıqdır. Burada dənizli. O tərəf dənizli idi. Baxın. Qəşəng mənzərəsi var. Bu məhəllə də ki, mikrorayon çəkildiyi məhəllədir. İndi video ərzində sizə irəliləyən dəqiqələri daha ətraflı məlumatlar verəcəyik. Hə, düz deyilmi? Getdik gəzməyə, davay. Okay. Sen de gel. Təsadüfə bax, gəldi üstünə çıxdı. bu haqqda video çəkərkən sizə bu üstə çıxmamız təsadüf olduğunu necə inandıraq yəni onu fikirləşin. Valla təsadüfdür. Yəni Allah haqqı təsadüfdür. Bayaqki videoda göstərdiyimiz çatı Adillə qızın oturduğu çatıdır. Başını göstərsin. Mikrorayondan. Bu bir, ikincisi onların indi məhrəsini, onların oturduqları, gəzdikləri. Göstər oranı. Oranı göstər. O daşın üstündə oturduqları. Bundan o tərəfə onların məhləsidir də. Bu arada yuxarıda olan çəkiliş barədə heç bir sual verməyin. Heç bir sualı cavablandıra bilməyəcəyik. Niyə? Çünki biz icazə almamışıq orada. Yəni çəkilişdə olan çəkilişdən heç nə deyə bilmərik, heç şey danışa bilmərik. Amma belə onların çəkdikləri məkanlar, olduqları məkanları bir-bir çalışacaq ki, göstərək. Tanrınız bura kim evdir? O karakter var, Adil. Gəl məhlə göstər, öyrüncü var. Mən biraz qarabda qalır. Tanınmadınızsa bir dənə şəkil at ortaya, həmən yerdə. Bu arada, mənim də başıma gəlmişdi bir dəfə uşaq vaxtı. O hadisəni çox danışmayayım. Maraqlı bir hadisi gəlmişdi mənim də başıma burada. Kinoda da eynən ona oxşar bir şey canlanırdı. Senaryo canlanırdı. Nəsə gedək məhlən gezək, gəl. Danışım o uşaq vaxtı olan bir şeydir. Çox maraqlı bir hadisədir. Uşaq vaxtı deməli çıxmışdım çatıya. Mən biraz sakitliyə meyilli olmuşam. Həm də hündürdə mənzərəyə də baxmaq xoşlayırdım həmişə. Naşdaq mahnıya qulaq asırdım səhər məşqindən sonra, saat 6-7 olardı. Elə polislər gəldilər mənə salvar aşağı, salvar maşına apardılar, eynən onun kimi. Kimsə yığıb deyib ki, uşaq var orada, birdən düşər, intihar eləyər. Saat qulaq səhv başa düşürlər məni, yaparmışlar. Eynən elə olmuşum, bu blokdan çıxırdım, oradan polis gəlirdi, məni aparırlar. Biraz gülməli hadisə idi, maraqlı hadisə idi. İstədim orada sizdən bölüşüm. İndi gedirik. Aha, şkafın sındığı evə çatırıq. Kino haqqında bütün detaylardan göstərir. Hə, şəkillər atacaq. Ay yaşa. Hə. Tamam. O çəkilən Amerikada da o iki dost oturub simska çitdirdi. İndi o epizodda qoyacaq. İndi hansı blokdasa o blokun qabağını çəkəndə qoyacaq şəkili. Bu iki blokdan birində ikisini də çək. Bu iki blokdan birində şkafı sındırmışlar. Qızın şkafı sındırmışlar. Bax bu blokdan biri də odur. Biraz bu serial haqqında məlumat verim. Bu serialda 11-ci sinif uşaqlar, yəni yeniyetmə uşaqların, biraz çölbayla meyilli olan uşaqların həyatı barəsində çəkilmiş bir dramatik serialdır. Bu serial deməli çəkilişi Sumqayıtda, sahil qəsəbəsində, yəni hal-hazırda olduğumuz sahil qəsəbəsində
və Bakının müxtəlif ərazilərində aparılır. Bu indi biz internetə vurmuş çıxarmışıq bu xəbərləri. Yəni bilmirəm nə qədər doğru oldu. İnternetdə deməli doğru olar da. Serial cəmi 12 bölümdən ibarətdir, bunu bilirik. Layihənin idea müəllifi və prodüseri Sevinç Əliyev var, rejissoru isə Qulu Əsgərovdur. Serialda tanınmış aktyor, o cümlədən Məsəmə Aslanqızı, Şövqü Hüseynov, Eltəkin xan və digərləri rol alıblar. Yəni məkanlar sizə göstərəcəyik, taşımız qədər bilirik. Yəni 2-3 dənə yerini göstərəcəyik. Göstərə biləcəyimiz qədər yerlərini göstərəcəyik. İndi hal-hazırda gedirik Bariqa rolu oynayan Bariqa aktyor. Yəni Bariqa asırdılar parkda. Polisə verdilər, mallar qoydular, qabağına yazırdılar, biz satırıq mənimlə. İndi gedirik o parkı sizə göstərməyə getdik. Orada o Bariqa astıqları yerdir. Bu qədər. Yaxına biraz yaxına götürək burada. Eybi, yetim. Titanic gəmisinin ucunda dayanmışsan. Uşaqlar, deməli sinsin axtardıq, buranı da tapdıq. Haradır bura? Deməli mikroyun konsunda olan marketdir. Gəlin göstərək orada. Market buradır. Bu videoda layıqlar partlamalıdır, partlamalıdır. Yəni bunu gözləyirəm sizdən. Yeri göstər. Həmin kino əvvəlcədən çəkilib. Yəni indi asfaltın harasa deyilənə görə bildik. Yəni nə edirsən pomidor xiyar dağıtması temasında? Hə, onda bura şey deyil də, asfalt deyildi. Ondan sonra asfalt. Dinən. Və burada bəs iki dost ya pomidor xiyar dağıtmışlar şeyin mağazanın. Ha bu oranında indi asfalt çəkirlər. O serial bəs əvvəl çəkilib, onun üçün indi tam şey olunmur. Necə deyim, binalar da rənglənib. Binalar çəkəndə görürüz ağ rəngdədir. Amma videoda qırmızı idi. Qırmızı nəsə. Təzə rəngliblər. Onu da əvəzən deyib bilin. Gəldi mağazanın səsini göstərərsən. Deməli bura mağazanın içidir. Amma video çəkilib problem yox. Dediyinizdə problem yox. Aha, yəni o videoda icazə alınmalıdır, onun üçün. Burada həmin o adı çəkilən mağazadır. Belə. İndi gedək o dediyimiz yerləri biraz başqa yerlərə göstərək. Getdik. Videonu saxlayıb. Əlimizi saxlayıb gedib orada tutuyor. Utanmır ya. Ay işimiz gücümüz var. Gəl bura. Gəl lan lan. İndi gedib Pramida tərəfə. Deyəcəyik orada nə isə. İlan tərəfə. Bu tərəfdə sizə dediyim kimi İlanlar adasıdır. Bir ara orada da video partladarıq. Həddindən çox ilan var orada. Bayaqdan göstərdiyimiz yerlərdə hiss edirəm, biraz dəyişiklik var. Niyə? Çünki mikro serial biraz əvvəldən çəkilib və sahil qəsəbəsi də çox şükür bu sevindirici haldır ki, gündən günə dəyişir, yaxşıya doğru gedir, irəliləyir, inkişaf edir. Onun üçün məsələn remont işləri satlar getdiyinə görə biraz dəyişiklik ola bilər, amma biz belə 1 milyon gəlir. Kadrlara və şəkillər qoya-qoya sizə başlayacaq. Buradakı o dostlardan birinin ailə vəziyyətinə görə narkotik satır deyə bariqalı verirdi. Gəlib daşın altında gizlədir, sonra iki dost güvəşçi ilə adil tutur onları. Burada bax oradır. Gedək gəzə görə başqa maraqlarla tapa bilirik sizin üçün. Daha bir ətraflı məlumat verənmirik, orada olan çəkilişlər barəsində yenə deyirəm. Ətraflı məlumat verənmirik, çünki icazəmiz yoxdur, icazə də almadıq. Gördük işlər çoxdur, elə düşdü aşağı getdik başqa yerlərin şeyləri çəkməyə, məkanlar çəkməyə. Çünki o məqsədlə çıxmışdır. Yəni təsadüfi üçün olardı orada görməyimiz. Gedək bir tərəf çəkək, gəl. Adil qardaşım, buradan sözüm sənədir. Buradan çıxanda deyirsən, bura hara zibilxanadır, gətirmirsən bizi, pisi gəlsə də, İsaq gəlmir qardaşım buradan. Çox da gözəl yerdir, qəşəng mənzərəsi. Uşaq vaxtı bunu göstərir.
Dəniz bir piramid daşına qədər gəlirdi çeşməni. Oturdu bu üstə simkasa çıxdı, cips sat yeyə baxırdıq şeyə. Mənzərəsə də baxırdıq. Çox da gözəl yerdir. Orada yalanlaşmışam, heç xoşuma gəlmədi. İndi video rəng qatmaq üçün görə bir şey yoxlayırım. Görəm ağza, yaxına gəl. Bir an eləyəcəm. Eləməsəm gülməyəcək, da yoxlayım. Oh! Gel. Yox, bir an eləyim bax. Oh! Gel. Saxlatma. Hoppa, gəl bura. Demək ki, videonu qurtardı. Qurtardı. Ha, bu videonu çox uzatmırıq, siz yormaq istəmirik, amma ki, axıra qədər baxın, video baxın, keçmeyin, qabaqlatmayın. İzləmə sağlığı bizim üçün çox önəmlidir. Videoya like atıb, xoş yorumlar yazsanız çox sevinərik. Abunə olmağı unutmayın. Başqa sözüm var qardaş? Yox, heç. Bu videoda like'ları partladın da belə. Bu videoda like'lar patlamalıdır deyə düşünürəm. Bir də ki, bundan sonraki video nə haqqda olsun istəyirsinizsə yorumlara yaza bilərsiniz. Bu qədər. Şu.